möcüzə kimi təqdim edilən anlayışın əslində olmadığı fikrinə gəldim. Məsələn, nə idi möcüzə? İsa Peyğəmbər göyə quş düzəltdi, üfürdü, uçdu. Musa ağacla... Halbuki o Allah Taala'nın ayətləridir Quran-ı Kərimdə. İsa Aleyhisselamın quşa üfürməsi. Bu Allahın ayətidir. Suya vurdu, dəniz yarıldı. Bu Allahın ayətidir. Allah Taala Musa Aleyhisselama əsasını dənizə vurmağı, o dəniz 12 dənə qəbiləyə, 12 yerə bəni ayrılması, o qəbilə 12 dənə qəbilə olub, o qəbilələr hər birisi o bir yolla, bir cığırla getməsi. Qarışqa Süleymanla danışdı. Baxırsınız ki, qardaş, bunların kökünə getdikcə, bunlar bizə sonradan uydurulan nağıllardır. Ayələrimiz ona oxunduğu zaman bu keçmişdəkilərin əsatirlərindəndir deyər. Biz onun burnuna damğa vuracağıq. Allahu Akbar. Bu ayət necə də öz yerində deyilmiş bir ayədir. Vallahi ki, dəhşət bir ayədir.